Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci kardeşimizi bu evliliğin təbrik edirəm. Xeyirli olmasını Allah'tan istəyirəm. Həmçinin valideynlərine, yaxınlarına, qohumlarına göz aydınlığı verirəm. Allah xoşbəxtləsin, xeyirli, bərəkətli olsun. Və sonra qardaşlarım gözəl tövsiyələr verdilər. Ailə haqqında danışdılar. Həqiqətən də hamısına çalışmaq lazımdır, əməlləmək. Yəni bu danışanlar hamısı çalışmaq lazımdır ki, əməlləmək. Və ayət-i şərifdə nə cür buyurur? O deyir ki, məni qaytar yaxşı işlər görməyə. Mən nəyi ki, yaxşı işləri tərk eləmişəm, onları əməlləyərəm. Xeyr, bu elə belə sözdür deyir. Əgər insan xeyr işlər görməyibsə və xeyr əməllər eləməyibsə, o qaytarsa belə də eləməyəcəkdir. Və əgərlər tövsiyə olunursa, danışılırsa və bunları bilirsə, gərək əməlləməlidir. Və sonra hətta peşman olsan belə, istəsən də, qayıtsan da, yəni sən eləyəməyəcəksən. Amma insan tövbə eləyər, qayıdarsa, əlbəttə ki, bu ona fayda verər. Və həmçini bilirsiniz ki, ən zahid sahabələrdən birisidir və o ailə məsələlərində, hər bir məsələlərində zahid olub Əbu Darda və həmçinin həyat yoldaşı və gözəl bir söz deyir. Deyir ki, Ümmü Dardaya, yəni həyat yoldaşına, deyir, əgər mən əsəbləşəndə, hirslənəndə, sən məni yola ver, sakitləşdir. Və sən əsəbləşəndə, hirslənəndə mən səni yola verim. Yoxsa biz çox uzağa gedə bilmərik. Yəni onlar nə cür idilər? Ailələrdə də əlbəttə ki, problemlər olur, sıxıntılar olur və onlar nədir? Bir-birini yola verməyi tövsiyə edirdilər. Və əlbəttə bundan qabaq da elə idi. Amma indi ancaq neyin üzərində təbliğ olur? Xoş sözlər deyilməli. Əlbəttə xoş sözlər deyilməlidir. Mütləq aşkım, nə bilim, sevgilim, bunlar olmasa olmur. Amma baxırsan ki, boşananların da çoxsu bunlardır. Ancaq arvad gözləyir ki, evə gələndə kişi nəsə bunun üçün bir şey alsın, məhəbbət olacaq. Yoxsa yoxdursa yoxdur. Amma bundan qabaq nənələrimin elə şey gözləməyib, nə də babalarımız olmayıb. Amma onlar aləmlərində bilirdilər ki, bir-birinin bağlıydılar. Yəni sevgi çox güclü idi onlarda. Ailə bağları, yəni uşaqlara və ailəyə, özlərinə bir-birinə hörmət. Və bunlar nədir? Mühüm məsələlərdəndir. Və bu ailələrin dağılmasına da səbəb olur. Qardaşlarım qeyd edədilər burada. Ailələrin dağılmasına səbəb olur. Ailə bir cəmiyyətdir. Özü oradan başlayır. Cəmiyyətin özü ailələrdən qurulan, necə ki, ev kərpiclərdən qurulur. Ailə də elə bir cəmiyyətin qurulmasıdır. Bu hal-hazırda çox ağır bir, acınacaqlı bir vəziyyətdir ki, yəni bu dindən uzaq düşəndə, haqdan uzaq düşəndə bu problemlər yaşanır. Dinimizdə elhamdülillah hər bir şeyi gözəl şəkildə aydınlaşdırır. Allah Teala nə deyir? Deyir, ayətlərdəndir ki, Allah Teala sizin özünüzdən, sizin surətinizdə, yəni Adəm övladının şəklinizdə, yəni qadınlar yaratdı. Rahatlıq olsun deyə sizin üçün. Və sizin aranızda məhəbbət yaratdı. Yəni o məhəbbət artıq başqa şeylərə yönələndə o məhəbbət olmur. Yəni yönəlir pula, yönəlir məsələn, bayaq dediyim o sözlər, nələr, başqa şeylər, artıq o məhəbbət olmur. Yəni ailə məhəbbəti olmur. Ailənin qurulma səbəbləri var. Və əlbəttə ki, halal olurlar bir-birinə, zürriyyət. Yoxsa məsələn, kafir ölkələrində görürsən ki, evlənir, gedib DNT verirlər, baxıb görürlər, qardaş bacıdırlar. Nəyə görə? Çünki qarışıb. Nəsil qarışıb. Yəni ki, kəbin bizdə mühümdür. Bunlar yəni problemlərdir. Elhamdülillah, gözəl nəsiyyətlər verdilər qardaşlarımız və biz də çalışaq ki, onlara əməl edək. Yəni, dinimizə əməl etmək bizə həmişə xeyrə aparır. Həmişə xeyrə aparır və həm bu dünyada, həm də axirətdə. Hətta axirətdə də qayıtmaq istəsən, qayıda bilməyəcəksən ki, tezdən başlayasan, eləyə bilməyəcəksən və hətta sənin o sözdür deyirsən. Çünki bu fürsətdir. Sən bu fürsətlərdən istifadə eləmirsən. Ona görə inşallah qardaşımızın evliliyin Allah'tan istəyirəm ki, xeyirli olsun, bərəkətli olsun.
Və Allah Teala onlara həmişə xeyir qapıları açsın. Allah Teala ölkəmizi də əmin-aman içərisində eləsin. Allah razı olsun. Barakallahu fikum. Cəzakumullah xeyr.